Deputat Günay Ağamalının uşaq pulu ilə bağlı qalmaqallı açıqlaması ətrafında müzakirələr səngiməyi bilmir. Bu dəfə 378 manat əmək haqqı alan kommunal idarələrin işçiləri etirazlarını bildirirlər. Şərh vermədən vətəndaşların çıxışına baxaq və ümid edək ki, 30 ildir həllini tapmayan söz gedən problem bu il əhalinin xeyrinə öz həllini tapacaq. Sana o yüzden tuşun o çayda. Biraz öyle dedik mi? Nasıl oldu? Ama ben şu 78 Mart'ta aramalıdır. Nedir? 378 Mart'ta. Bak sen oturuyorum ha, oturuyorum. Bak yatıp, yuxu görüp, yuxunu çıkıp danışanlar, deputatlara ait bazılarda. Çıkır vicdanınız olsun. 378 manat maaş Allah. Burnunuzdan gəlsin, 8-10 bin alırsınız. Haram xoşunuz olsun, bizim pullar da kəsilib sizə verilir. 378 manat. Burnunuzdan gəlsin, bax. 10 dəfə sizdən çox iş görür. Burnunuzdan gəlsin aldığınız pul. Halal olmasın. Onsuz haramdır. Zəhərə versinlər, dərmana versinlər. Bizim kimi arvadı, uşaqları bizim kimi bax belə elə çöllərdə əsir geçir qalsınlar. Bir köprü vermir hökumət, bir köprü, 2 dənə uşaq, 8-10 yaş. 3 dənə atasız yetim saxlamışam. 378 manat işləyirəm, burnunuzdan gəlsin. Dizlərimdə yeyilib bizi bax bu işləri gördürürlər. Dost iş mərkəzi bağlanır, burnunuzdan gəlsin, gedin deyin bağlamasınlar da. Sakraşveriya gedir, hamı bağlayırlar. Çox gördülər 378 manatı da. Haramınız olsun, yiyin. Haram xoşları olsun, zəhərlərinə versinlər.